Salam hörmətli müəllimlər. Bu videoda Ədəddin müəllimin kitabından ulduzlu bir silsilə misalının həllini verəcəm. Deməli, bizə verilib belə. ABC-də ardıcıllıq ABC ədədləri ardıcıllığı vurğu 3 olan həndəsi silsilədir. Verib bizə AX kub, BX kvadratı, CX D bərabər 0 tənliyinin həqiqi kökmələrini tapmalı. Deməli, həndəsi silsilə olduğuna görə, birinci baxaq burada. Ardıcılığı həndəsi silsilə əmələ gətirdiyinə görə. Deməli, B-miz bərabərdir nə? 3 saat. Çünki vurğumuz nədir? 3'dür. Eyni qaydada C-miz də bərabərdir. A vurulsun 3'ün kvadratı. Burada bizə nə verəcək? 9A. Növbəti də D-miz də bərabərdir. A vurulsun 3'ün nəyi kubu? O da bərabərdir 27A-ya. Gətirib bu şərtlər, bunu verilən tənlikdə yerinə yazsaq. Deməli, oldu AX-in kubu, üstə gəlinsin 3A X-in kvadratı, üzərinə gəlinsin, nə verir bizə? 9A X, üzərinə gəlinsin 27A bərabərdir nə? 0-dan. Bildiyimiz kimi həndəsi silsilə olduğuna görə A fərqlidir nəydən? 0-dan. Deməli, hər tərəfin A-ya bölə bilərik. X-in kubu, üstə gəlinsin 3X-in kvadratı, üstə gəl 9X, üstə gəl 27 bərabər 0 tənliyi alınmış oluruq. İndi bu tənliyi həll eləsək, X kvadratın buradan, birincidən X kvadratın ikinci toplananlardan isə 9X çıxarsaq mütərizə xaricinə, almış oluruq x üstəgəl 3 bərabər 0 və beləcə alırıq. X-in kvadratı üzərinə gəl 9, orta vuruğu mütərizə xaricinə çıxartdıq. Bərabərdir 0. Gördüyümüz kimi x-in kvadratı üstəgəl 9'un həqiqi kökü yoxdur. Həqiqi kökü olmadığına görə artıq bizə lazım deyil. Bizdən həqiqi kökünü istəyir. Almış olduğu x üstəgəl 3 bərabər 0 və x bərabərdir nədir? -3. Hələlik bu qədər. Sonda bir şey deyileyim. Yanvarın birindən MİQ qruplarımız fəaliyyətə başlayacaq. Qoşulmaq istəyən, özünə güvənən bu nömrənin WhatsApp ilə əlaqə saxlaya bilər. Hələlik sağ olun, salamat qalın.